Bu evi mən almışam. Mən bilmirəm, onu şirkətlə danışın. Mənim sənətimi də mən məhkəməyə lazım olarsa göstərərəm, tamam mı? Sizə göstərməyə haqqım yoxdur. Bax, mənim qapımda çıxarıblar. Giriblər evimə. Təsəvvür edin, min bir əziyyətlə çalışıb özünüzə ev alırsınız. Günlərin bir günü isə gəlib görürsünüz ki, nəinki eviniz, heç evinizin qapısı da yerində yoxdur. Yasamal rayonu Abbas Mirzə Şərifzadə 33 ünvanında yerləşən İnşaat Konstruksiyaları MMC-dən ev alan Rövşən Qulzadə təsəvvürünə belə gətirə bilməyəcəyi problemlə üz-üzə qalıb. Bir il öncə yaşayış kompleksindən ev alan şikayətçi hər ay gəlib evinə baxış keçirib. 2 ay əvvəl də yenə vərdiş üzrə evinə baş çəkməyə gələn Rövşən Qulzadə bu dəfə evini tapmaqda çətinlik çəkib. Şikayətçi iddia edir ki, onun xəbəri olmadan şirkət tərəfindən ev başqasına verilib. Şirkətə pulumu ödəmişəm. Mən maliyyə araşımı verilib, müqaviləmi veriblər. Mən bunu hardan bilim ki, mən vətəndaşam. Mən bunu hüquqşünas deyiləm ki, mən bunu gedim görüm bu kserokopiyadır. Məsələnin əslini öyrənmək üçün şikayətçi ilə birgə yollandıq bəhs edilən mənzilə. Bizi qarşılayan evin yeni sakini isə iddiaları rədd etdi. Mənim evim 9 il bundan əvvəl sökülüb, yerinə bunu mənə veriblər. Bu ev mənim evim. Mən burada gələndə ya qapı görməmişəm, ya ara kəsmə görməmişəm. Bu evi mən almışam. Mən burada yaşamışam, yerinə bunu mənə veriblər. Onu gedin, onun sənətini onunla. Mənim sənətimi də mən məhkəməyə lazım olarsa göstərərəm. Rövşən Qulzadənin qaynar xəttimizə etdiyi fərdi şikayət əsasında yollandığımız ünvanda onun kimi bir neçə şikayətçi ilə də qarşılaşdıq. Bir evi bir neçə nəfərə satan şirkət indi də həmin sənədlərin saxta olduğunu deyir. Gəldim qapıya baxdım ki, qapının üstünə ağardılar. Deyirik bu sənədi biz ofisdə almışıq. Printerdən çıxma sənədlərdir. Yəni falşivi sənəddir, bunu sizə veriblər. Mənim evimi 2-3 adama satıblar. Məhkəmə qərarı ilə ev mənə çıxıb. Məhkəmə gedə-gedə də kişinin oğlu təzədən bizə verdiyi tarixdən qabağa bizim əlimizdən almaq üçün götürüb qabaq tarixə təzədən başqa adamlara bir də satıb. Tarixi saxtalaşdırıb. İndi məndən o yazıb ki, 2017-ci ilin mən 7-ci ayında almışam. Götürüb ona yazıb 2017-ci ilin 2-ci ayın. 6-7 ay məndən qabağa atıb ki, yəni düz olsun. 238 dənə vətəndaşı məhkəmə tanıyıb ki, bu evlərin sahibləri bunlardır. Həmin o vətəndaşların içində də mən varam. Ona baxmayaraq, məhkəmə qutarmamışdan bir də görürüm, saxta adamlara sənədlər verir. Çəkiliş apararkən şikayətçinin iddia etdiyi evin digər sahibi də məsələyə qarışdı. Mən almışam birinci, mən də deyirəm mən almışam, qalmışıq belə. Dokumentdən nəzərdən hamısı bilinmir. Bax, bu deyir mən almışam. Məndə 17-ci il, 13-cü 17-ci il. Məndə elədir. Düz danış. Düz danışırsan, xülasə. Ağır cinayətlərdə iş gedən vaxt sənin sənətin çıxardı olsun ya. Mənə heç kim narahat eləməyib. Sən niyə sən narahat? Mən gör kimsə narahat eləmişəm, sənədlərini göz. Heç nə də deyirəm biz spor eləməyək. Sakinlərin ittihamına cavab tapmaq üçün elə onlarla birgə şirkətin ofisinə yollandıq. Amma təəssüf ki, üzümüzə qapı açan olmadı. Daha sonra iddialarda adı çəkilən İnşaat Konstruksiyaları Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyevlə əlaqə saxladıq. Rauf Əliyev isə sakinlərə ofis işçiləri tərəfindən saxta sənədlərin verildiğini, hazırda işin məhkəmədə olduğunu bildirdi. Hüquqşünaslar məhkəməyə müraciət ediblər. Onların sənədlərində müəyyən çatışmamazlıq var, saxtakarlıq var. Ona görə məhkəməyə müraciət eləmiş biz ondan. Məhkəmənin nə qərar verirsə biz ona da hörmətlə yanaşırıq. Təqdim etdiyimiz fikirlərin fonunda kim haqlıdır? Aldadıldığını deyən vətəndaş, yoxsa rəsmi sənədinin olduğunu və mənzilin ona şirkət tərəfindən verildiyini iddia edən sakin. Bununla bağlı əmlak eksperti Elnur Fərzəliyevdən xəbər aldıq. Vətəndaşların mənzilləri sökülərkən şirkət tərəfindən həmin mənzil digər yeni çoxmənzilli yaşayış binasında əvəzlənərkən vətəndaşa şirkət tərəfindən verilmiş alqı-satqı müqaviləsində vətəndaşa veriləcək mənzilin mərtəbəsi, nömrəsi, ümumi sahəsi və otaq sayı qeyd olunur ki, bina tikilib təhvili verildikdən sonra vətəndaş ona təqdim olunmuş ünvanda mütləq şəkildə həmin mənzil təmir edərək həmin mənzildə yaşama hüququna malikdir. Bəs yaxşı, vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün nəyə diqqət etməlidir?
Hər hansısa bir yeni çox mənzilli yaşayış binasına mənzil alarkən şirkət barədə vətəndaşlar araşdırma aparmalı. Alqı-satqı olduqdan sonra paralel olaraq həmin alqı-satqını notarial qaydada təsdiqləməlidirlər. Notarial qaydada təsdiqlənən alqı-satqı zamanı gələcəkdə hər hansısa bir problem yaşanarsa, artıq vətəndaşın ödədiyi məbləğ notarial qaydada təsdiq olduğuna görə tikinti şirkəti tərəfindən həmin məbləğ geri qaytarılmalıdır. Onda qeyd edək ki, əldə etdiyimiz məlumata görə təqsirləndirilən şəxslər şirkətin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əliyev və maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfovun Cinayət Məcəlləsinin 178.4 dələduzluq xüsusilə küllü miqdarda törədildikdə 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham edildiyi cinayət işi üzrə hazırda məhkəmə baxışı davam etdirilir. Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında yerləşən inşaat konstruksiyaları MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərər çəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Digər sakinlərin və bir neçə sahibi olan mənzillərin gələcək taleyinin necə olacağı isə məhkəmənin qərarından sonra bilinəcək. Nəzrin Nəzərli, Hüseyn Bağırov, Real.